Evlər ya təmirsiz, ya da başqa ərazilərdə həyət evləri təklif edilir. Belə bir iddia ilə paytaxtın Nizami rayonu Kamil Balakişiyev küçəsində yaşayan sakinlər çıxış edirlər. İstəyim odur ki, evimi versin, təmirli versin. Başqa nə istəyim olacaq? Gəlsin məni təmin eləsin ya evlə, ya da ki işimizin adını bilək. Hal-hazırda yaşaya-yaşaya buranı dəmirləyir ki, sökək. Gözünüzün qabağında sökürlər. Metronun Qara-Qarayev stansiyasının yaxınlığında yaşadıkları köhnə bina yenisi ilə əvəzlənəcəyi üçün sökülməlidir. Ancaq dediklərinə görə tikinti şirkəti ilə razılığa gələ bilmirlər. Ümumilikdə binada 100-dən artıq ailə yaşayır. Onların əksəriyyəti ilə razılıq əldə edilsə də 15-ə yaxın əmlak sahibi istəklərinin təmin edilmədiyini bildirir. Bizlə razılaşmırlar. Razılaşdıqları ilə də əlavə pul istəyirlər, remontsuz ev verirlər. Mən də yaşayıram Kupcalı, dövlətin qanunu Kupcalı evimdir də, bu mənim, düzdür. Sən məni küçəyə necə ata bilərsən? Mənə deyir ki, get, pulumu al, get kənara, get Mehtabada. Sənətli, Kupcalı, remontlu evimi necə ona verirəmsə, o da mənə o evimi kvadratı ilə versin. Bizə dirəşiblər ki, çıxın, 1200 manat verir, 3 aylıq güya 400 manatdan kirə, özünüz təmir edin. Mən deyir ki, təmirsiz verin. Mən ondan artıq kvadrat istəmirəm. Deyirəm ki, gəl mənim evimə bax, necədir? Mən sənə super təmir istəmirəm ki. Gəlsin, baxsın, o təmirə uyğun mənim evimi təmir eləsin, versin. Alıb mənim evimi, indi zəhmət çəksin, remont eləsin, versin. Məlum oldu ki, həmin ərazidə 4 küçənin kəsişməsində Orbita MTK 7 ədəd 15 mərtəbəli yaşayış binası tikir. Şirkətin tikinti direktoru Qulu Cəfərov bildirdi ki, artıq 32 ailə köçürülüb. 80-ə yaxın ailə ilə razılıq əldə edilsə də 15 ailəni razı sala bilmirlər. O hazırda bu istiqamətdə işin getdiyini bildirdi. Qulu Cəfərov sakinlər ola-ola binanın sökülməsi məsələsinə də aydınlıq gətirdi. 10-15 mənzil var ki, razılaşmır. Onun da üstündə yəni işlər gedir, danışıqlar gedir. Bilirsiniz necədir? Biri var bina sökülər, biri də var evlə təmin olunmuş sakinlərin mənzilləri. Mənzil də nədir? Yəni giriş qapısıdır, pəncərəsidir, bir də poludur, sökülür. Amma deyək ki, hər hansı bir mənzil razılaşmayıbsa, həmin mənzilə biz toxunmuruq. Heç bir şeyə, yəni o yaşaya bilirlər. O da bildirildi ki, həmin binadakı evlərin maksimum sahəsi 22 kvadrat metrdir. Sakinlərə əlavə 20% olmaqla yeni tikiləcək binada təmirsiz ev təklif edilir. Bununla razılaşmayanlara isə şirkət başqa ərazilərdə təmirli həyət evləri təklif edir. İslam Əşrəfov, Ramil İbrahimov, Kənan Qafar, Xəzər xəbər.